xanımlara üzün tutdu. Kim ailə qurmaq istəyir, pərdənin o tərəfində idi xanımlar. Mənə desinlər, mən hələ onlar üçün bir nəfəri seçim, onu ilə ailə qursun. Xanımlardan biri qayıtdı ki, pərdənin o tərəfindən Peyğəmbər, mən ailə qurmaq istəyirəm. Dedi, nəyim var? Dedi, evim. Dedi, yaxşı. Üzün o birisi xanım o tərəfindən qayıtdı, Peyğəmbər, mən də ailə qurmaq istəyirəm. Dedi, sənin nəyin var? Dedi, bir dənə bağım var, bağda ağacım var. Bir o tərəfdən qayıtdı, Peyğəmbər, mən də ailə qurmaq istəyirəm. Dedi, nəyin var? Dedi, məndə də bir dənə mərkəbim var, dəvəm var, tutaq ki. Birinin bağı var, birinin evi var, birinin dəvəsi var. Peyğəmbər o tərəfdən üzün tutdu, sahabələrdən birinə, kim evlənmək istəyir? Biri qalxdı ayağa. Dünya gülübdü özünə, qalxdı ayağa. Dedi, mən evlənmək istəyirəm. Dedi, hansı ilə? Baxdı Peyğəmbərə. Dedi, Peyğəmbər, nə yaxşı olardı, minəydim o dəvəyə, gedəydim bağa, oradan da gedəydim evə. Yəni, üçün də alsaydım, nə yaxşı olardı. Bu hər şey necə istəyir, rahat əldə eləsin. Evi də rahat, bağı da rahat, mərkəbi də rahat. Cəmaət əziyyət çəkir. Bu nə istəyir? Hər şey rahat qazansın. Rahatçılıqla deyil ki.